Diqqət! Azərbaycanda bu şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Hərbi xidmətdən möhlət hüququ verilən vaxtın başa çatmasına az qalan şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Bu barədə reportun sorğusuna cavabında Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib. O qeyd edib ki, hərbi xidmətdən möhlət hüququ olan istənilən şəxs möhlət hüququ sona çatdıqdan sonra qeydiyyatda olduğu şöbəyə yaxınlaşmalı və müvafiq prosedurlardan keçməlidir. Bəzən olur ki, vətəndaş buna riayət eləmir və nəticədə onun ölkədən çıxışına məhdudiyyət qoyulur, inzibati qaydada cərimələnir, hətta cinayət təqibinə cəlb oluna bilər. Ona görə də bu halların baş verməməsi üçün qeyd olunan kateqoriyadan olan vətəndaşlara müraciət edərək bildirmək istəyirik ki, mütləq qaydada hərbi biletlərində olan qeydlərə diqqət yetirsinlər və ya MyGov tətbiqini yükləyərək bildirişlər vasitəsilə məlumatlar alıb, vaxtında qeydiyyatda olduqları struktur bölməmizə yaxınlaşsınlar deyə Pərviz Sədrəddinov bildirib.